Hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsinə görə cərimələr artırılır. Milli Az məlumat verir ki, bu məsələ Milli Məclisin plenar iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqda qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə xəbərdarlıq və ya 200 manat məbləğində cərimə olunacaq. Mövcud qanunvericiliyə əsasən xəbərdarlıq edilir və ya 50 manat məbləğində cərimə tətbiq olunur. Qanun layihəsi səsə qoyularaq 3-cü oxunuşda qəbul olunub. Qrip və digər xəstəliklərə görə dərman qəbul edən şəxslərin analizlərindən çıxan nəticələrində narkotik maddə qəbul etdikləri ortaya çıxır. Nəticədə bu işçilər işdən azad olunublar. Turkustan Az-Xəzər TV-yə istinadən bildirir ki, bununla bağlı sosial şəbəkələrdə məlumatlar paylaşılıb. Bəs hansısa dərmanın içərisində belə maddələrin olması mümkündürmü? Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Xəzər xəbərə bildirildi ki, müəyyən xəstəliklər vaxtı istifadə olunan bəzi dərmanların tərkibində az miqdarda narkotik maddə var. Hazırda ölkəmizdə 19 ticari adda belə dərman qeydiyyata alınıb ki, bunlardan 12 həkim resepti əsasında satılır. Ancaq sosial şəbəkələrdə paylaşılan bu dərman dövlət qeydiyyatına alınmayıb. Mərkəzdən o da qeyd olunub ki, tərkibində narkotik maddə olan dərmanları qəbul edənlərin analiz nəticələri pozitiv çıxa bilər.